Bugün biz Naxçıvan İnnovasiya Mərkəzinin açılışını qeyd edirik. Mərkəz, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, o cümlədən Naxçıvan Dövlət Universiteti ilə birgə aparılan əməkdaşlıq nəticəsində təsis edilmişdir. Mərkəzdə o cümlədən müxtəlif tipli innovasiya proqramlarının keçirilməsi mümkün olacaqdır. Bura hakatonlar, ideatonlar, inkubasiya proqramları, akselerasiyalar, müxtəlif tipli görüşlər və təlim və tədris proqramlarının icrası üçün bütün istifadəçilərə açıq olacaqdır. Bildiyiniz kimi innovasiya ekosisteminin yaradılmasında və gücləndirilməsində məhz innovativ düşüncələrin, startapların maliyyə vəsaitlərinin əlçatanlığının artırılması, xarici bazarlara çıxışının asanlaşdırılması, innovativ düşüncənin formalaşdırılması və xüsusilə də insan kapitalının formalaşdırılması ilə yanaşı məhz innovasiya infrastrukturunun qurulması vacib elementlərdən biridir. Agentlik olaraq ölkəmizdə innovasiya infrastrukturunun formalaşdırılması bizim əsas strateji istiqamətlərimizdən biridir. Məhz bu xüsusda agentlik çərçivəsində Azərbaycan İnnovasiya Mərkəzi konsepti formalaşdırılmışdır. Mərkəzin Bakı şəhərində və Sumqayıtda innovasiya mərkəzləri fəaliyyət göstərir. Bu fəaliyyətin davamı olaraq Naxçıvan Dövlət Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində Naxçıvan İnnovasiya Mərkəzinin açılışını bu gün reallaşdırırıq. Naxçıvan Dövlət Universitetinin tərkibində yaradılmış bu mərkəzdə məhz informasiya texnologiyaları üzrə mütəxəssislərin çalışması üçün iş otaqları mövcuddur və eyni zamanda müvafiq layihələrin, startap layihələrinin ideyadan müəyyən həllə qədər gətirib reallaşdırılması üçün texnoloji laboratoriyalar agentlik tərəfindən təmin və təşkil edilmişdir və bu istiqamətdə Naxçıvan Dövlət Universiteti ilə birgə innovasiya proqramları işlənib hazırlanmışdır. Qeyd edilməlidir ki, tərəfimizdən aparılan proqram ölkənin bütün regionlarına innovasiya ekosisteminin əlçatanlığını təmin etməkdir. Bu istiqamətdə də işlər davam edir. Naxçıvan İnnovasiya Mərkəzi regionda olan startapların dəstəklənməsi, onlara venture kapitalların təşkil edilməsi, eyni zamanda hakatonların, müsabiqələrin təşkil olunması üçün ən ideal mərkəzlərdən biridir. Mərkəzdə müxtəlif laboratoriyalar, eyni zamanda oyun proqramlaşdırma sahəsində tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eyni zamanda kiçik startapların böyük prototip halına salınaraq sənayeyə ixrac olunmasında ən əlamətdar yerlərdən biri hesab olunur. Naxçıvan İnnovasiya Mərkəzinin imkanlarından burada yaşayan sakinlər, tələbələr, eyni zamanda ümumilikdə müxtəlif əhalisi faydalana biləcək və gələcəkdə buradan çıxacaq startaplar ölkəmizi eyni zamanda müxtəlif dünyada layiqincə təmsil edəcək.